Hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri, Telegram signal kanalı üzvləri, eləcə də YouTube izləyicilərimiz. Bugün təbii ki, ilk öncə gəlin neftdən danışaq, neft nə edəcək və neftin ümumiyyətlə fikri nədir? Yəni bildiyiniz kimi neft 120-dən 81-ə düşəndən sonra yenidən yuxarı doğru istiqamətini davam etdirdi və bugün səhər saatlarında 5 doların qeplə açıldı və ən az yenidən 100-ü keçdi. Bugün satış əməliyyatları, yəni qiymətin yenidən 95-ə enməsi üçün 98.51-dən sonra satış əməliyyatları olacaq. Yəni buradan korreksiya verib geri qayıda bilər. Amma gözləmək lazımdır ki, bunun aşağısına formalaşsa satışlar 95-80-lərə qədər gələcək. Amma alışlar təbii ki, yenidən 102-lərdən gələcək. Gəlin keçək biz dünən qızıla baxaq. Qızılda nələr baş verdi? Yəni bildiyiniz kimi qızılda dünən 2 satış əməliyyatlarını biz icra etdik səhər saatlarında. Deməli, satış əməliyyatlarından biri səhər saatlarında baxaq görək harda satış əməliyyatları hardaydı? Deməli, 5185-dən 5185-ə 10 dollara bir eniş, amma yəni 8-9 dollar, 10 dollara yaxın bir hərəkət etdi. Ondan sonra biz xəbərdən qabaq buy stop, sell stopları yerləşdirdik. Yəni sell stoplar, yəni demək ki, sell stoplarımız hardasa 5172-yə təsadüf elədi. Yəni biz take profit 5130-a qədər təyin etmişdik. Amma qiymət deyək ki, bir də yazdıq ki, qızıl 5170 olarsa, ən azından deməli 15-20 dollarlı bir eniş olacaq. Təbii ki, bu da oldu. 5150-lərə qədər endi. Yəni 5150-lərə qədər endi. Təbii ki, bizim alış əməliyyatlarımız səhər saatlarında oldu, amma çox güman ki, çox təəssüf ki, biz take profit təyin eləməmişdik. Bugün nələri gözləyirik? Bugün sadəcə 4 saatlı zaman intervalında biraz təhlükəli nüanslar var. Bizdə yuxarıda baylar durur. Bugün dünənki bütün əməliyyatlar buradadır. Bu dünən ayın 11-i idi. Əməliyyatlar buradadır. Ayın 11-i olan əməliyyatları biz vermişik. Yəni çox vaxt çoxu selləndir. Yəni bayların olanında var. Bugün isə hansı əməliyyatları bağlamışıq? Bugün sadəcə olaraq bir neçə əməliyyatları buy stopları ilərə elədik ki, digər əməliyyatlar qalsın. Digər 3 əməliyyat gəlirlə bağlanır. Bu da satış əməliyyatları idi. Yəni bugün erkən satışlar 5142-dən biz yenə Telegram siqnal kanalında dərc edərik. Alışlar isə yəni 5 dollarlıq səhər saatlarında, yəni nağd olsun, son olsun prinsipindən 5158-lərdən verə bilərik buy əməliyyatlarını. Təbii ki, yəni hardasa ümumi götürsək 12 dollarlıq 5171-ə qədər qalxma ehtimalı var. Amma 4 saatlı zaman ehtimalına baxsaq, ümumi istiqamət aşağı təhlükəli ola bilər. Biraz ehtiyatlı olmaq lazımdır. Keçək biz digər cütlüklərə. S&P yadınızdasə biz keçən videolarda yəni iti bucaq çəkmişdik ki, qırılıb aşağı düşəcək. Təbii ki, aşağı düşdü. Yəni hal-hazırda bu yəni alış üçün uzun müddətli alış üçün 6811-dən yuxarı formalaşmalıdır ki, alışlar verək. Demək, Nasdaqda da üçbucaqdan çıxdı. Bunu çəkmişdik. Çoxdan biz əvvəlki videolarda var. Yəni bu nöqtələri müəyyən etmişdik. Yəni təbii ki, 24060-dan aşağı qalsa yenidən satış olacaq. Əsasən də alışlar üçün 25174-lər olacaq uzun müddətli. DAX-dakı, yəni bildiyiniz kimi bu da iti bucaqda idi və aşağı doğru istiqamətdən davam etdirdi. Yəni bu normal haldır. Nə üçün? Çünki yəni iti bucaqlar çox vaxtı yəni bu istiqamətdə hərəkət edir. Yəni Elliot'un 1-2 dalğası yaradır və aşağı doğru istiqamətdən davam etdirir. Və demək biz yəni alış əməliyyatları üçün yalnız və yalnız 23969 gözləməliyik ki, alış əməliyyatları olsun. Satışlar isə 22191-dən gələcək. Dow Jones-da da yəni
iti bucaq idi və tikan biz deyirik, iti bucaq idi. Aşağı doğru istiqamətlə davam etdirdi. Ümumi istiqamət əslində 45.187 idi. Yəni ümumi gəlib hədəf olaraq. Amma yəni bunu bizim tələbələrimiz bilir. Deyək ki, müqavimət dəstək xətti arasında biz 0-cı xətt atırıq. Təbii ki, 0-cı xəttədir. Yəni alışlar 47.845-dən sonra gələcək. Alışlar, satışlar isə 46.390-lardan gələcək. Belə, yəni gümüşə gəldikdə isə gümüş də yəni qızılla bərabər hərəkət edir. Əsasən də yəni neftin yaxın günlərdə daha yüksəkliyə uşaqlar. Daha yüksəkliyə, hansı yüksəkliyə? Yəni 150-200 dollara yaxın qalxmasını biz gözləyirik. Yəni bu istiqamətdən daha yuxarı. Baxın uşaqlar, deməli 130 demək olar ki, yəni o qədər də uzaq bir məsafə deyil. Yəni 130. Yəni əslində 130-dan sonra nə olacaq? 130-dan sonraki hədəfi, yəni konkret olaraq 141 və 153. Yəni hələ ki, yəni bunlar olacaq. Yəni bu hədəflər uşaqlar, yəni ayın sonuna qədər bu hədəflər, yəni 130, 141 və 153-lər yəni heç də uzaqda kimi görsənmir. Yəni müharibə davam eləsə, yəni o nöqtəyə qədər yüksələcək. Yəni bu boşluq ki var, bu boşluğu yəni gələn həftənin 3-cü günə qədər yenidən yəni bu boşluğu doldurub ondan da yuxarı, yəni 123, 130-lara yəni rahat bir şəkildə qalxacaq. Qızıla gəldikdə isə də qızıl da yəni bildiyiniz kimi biz qızıl haqqında dedik sizə, nöqtələri nəzər çatdırır. Yəni ətraflı biz indi səhər saatlarından yenidən ödənişli Telegram siqnal kanalında yazarıq ətraflı. Yəni üzv olmaq istəyirsinizsə WhatsApp nömrəmizə yazın. Biz sizi ödənişli Telegram siqnal kanalına dəvət edək, üzv edək. Sağ olun, görüşmək ümidi ilə.